Sağlam və təhlükəsiz iş mühitinin yaradılması üçün fərdi mühafizə vasitələrinə dair 10 yeni standart tətbiq olunub. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Standartlar nələrdir? Əməkdaşımız Fidan Mədətova məsələ ilə bağlı detallara toxunacaq. Hər vaxtın xeyirli olsun Fidan, buyur söz səndə. Salam Gülşən, hər vaxtınız xeyir olsun. Bəli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri yanında fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə belə deyək, standartlaşdırma üzrə Texniki Komitənin fəaliyyət planına əsasən 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutuna təhvil verilib. Daha doğrusu dövlət standartı kimi həmin institut tərəfindən təsdiq olunub və onlardan onu isə fərdi mühafizə vasitələri ilə bağlıdır. Həmin standartlar nələrdir? Bununla bağlı detallı məlumatları Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı Elman Məmmədli çatdıracaq. Salam Elman bəy, sözü gedən məsələ ilə bağlı detallara toxunaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən əmək sahəsində standartlaşma üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əmək sahəsi üzrə 57 milli standart hazırlanaraq Azərbaycan Standartlaşma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Beynəlxalq Əmək Təşkilatının əməyin təhlükəsizliyi və gigiyeniyası haqqında 155 nömrəli konvensiyanın tələblərinə uyğun hazırlanan standartlardan 10-u fərdi mühafizə vasitələrinə, 28-i əməyin mühafizəsi üzrə təlimatlara, 11-i əməyin mühafizəsi üzrə tələblərə, 8-i istehsalat mühitinin amilləri və fərdi mühafizə vasitələri üzrə sınaq prosedurlarına dair tələbləri əhatə edir. Qeyd etdiyim kimi, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiqlənən standartların 10-u işçilərin fərdi mühafizə vasitələrinə aiddir. Təsdiq edilmiş bu standartlar başın qorunması, gözlərin qorunması, tənəffüs yollarının qorunması, eşitmə aparatının qorunması, əllərin qorunması, ayaqların qorunması, qoruyucu kəmərlər və təhlükəsizlik kəndirləri sahələrini əhatə edir. Fərdi mühafizə vasitələrinə dair standartların tətbiqi, işçilərin təhlükəsizliyini təmin etmək və riskləri minimuma endirmək, işçiləri daha təhlükəsiz şəraitdə çalışması, sənaye sahələrində beynəlxalq tələblərə uyğun əmək təhlükəsizliyinin təmin edilməsi, həmçinin fərdi mühafizə vasitələrinin keyfiyyəti və etibarlılığının artırılması məqsədini daşıyır. Təşəkkür edir Elman bəy, çatdırdığınız detallı məlumatlara görə və bir daha vurğulamaq istəyirik ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən fərdi mühafizə vasitələri ilə bağlı 10 yeni standart tətbiq olunaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilmişdir. Bununla bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki bizim çatdıracağımız məlumatlar bu qədər idi. Təşəkkürlər Fidan, ətraflı məlumat